Sumqayıt şəhərində sakinlərin rahatlığının və şəhərin ümumi sərgə-səhmanının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Şəhərin küçə və prospektlərinin, yaşayış massivlərinin, park və xiyabanlarının, həmçinin insanların sıx istifadə etdiyi ictimai məkanların daim sərgəli saxlanılması üçün Təmizlik Departamentinin kollektivi gecə-gündüz, günün 24 saatı növbəli qrafik əsasında çalışır. Təmizlik Departamentinin əməkdaşları səhərin erkən saatlarından etibarən küçə və prospektlərdə süpürmə, məişət tullantılarının vaxtında daşınması, konteynerlərin təmizlənməsi və ətraf mühitin sərgiyə salınması istiqamətində intensiv fəaliyyət göstərirlər. Bununla yanaşı park və xiyabanlarda, yaşıllıq zolaqlarında, istirahət güşələrində də geniş miqyaslı təmizlik və abadlıq işləri aparılır. Şəhərin əsas magistral yolları boyunca isə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq ərazilərin sərgəli saxlanılması təmin edilir. Təmizlik Departamentinin fəaliyyətində əsas diqqət çəkən məqamlardan biri də işlərin sistemli və planlı şəkildə təşkil olunmasıdır. Departament rəhbərliyi tərəfindən hazırlanan dəqiq qrafik və iş bölgüsü sayəsində əməkdaşlar şəhərin bütün əraziləri üzrə bölüşdürülüb və hər bir sahə daim nəzarətdə saxlanılır. Nəzarətçilər günün bütün saatlarında əraziləri yoxlayaraq görülən işlərin keyfiyyətini izləyir. Operativ tədbirlər görülməsini təmin edirlər. Bu yanaşma sayəsində şəhərin sanitar vəziyyəti daim yüksək səviyyədə qorunur. Onların zəhməti nəticəsində şəhərin küçələri, parkları və ictimai məkanları hər zaman sərgəli və qonaqpərvər ab-havada olur. Bu isə həm şəhər sakinlərinin rahatlığına, həm də Sumqayıta gələn qonaqlarda xoş təəssüratın formalaşmasına mühüm töhfə verir. Qeyd etmək lazımdır ki, Sumqayıt Şəhər Təmizlik Departamenti yalnız öz balansında olan ərazilərlə kifayətlənmir. Departament eyni zamanda bələdiyyələrin və icra nümayəndəliklərinin əhatə etdiyi sahələrdə də təmizlik və bərpa işlərini həyata keçirir. Bu isə şəhərin bütün ərazilərində vahid sanitar mühitin qorunmasına xidmət edir. Hər bir küçə, hər bir məhəllə və hər bir ictimai məkan departament əməkdaşlarının diqqət mərkəzindədir. Şəhərin abad və nümunəvi görünüşünün qorunması istiqamətində görülən bütün bu işlər şəhər rəhbərliyi tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun olaraq yüksək səviyyədə icra olunur. Şəhərin inkişafı, təmizliyi və sakinlərin rahatlığı üçün həyata keçirilən tədbirlər Təmizlik Departamentinin kollektivini daha da məsuliyyətli və fədakar fəaliyyət göstərməyə ruhlandırır. Bugün Sumqayıt küçələrində görülən sərgə-səhman, park və xiyabanların təmizliyi, prospektlərin baxımlı görünüşü məhz bu kollektivin zəhmətinin nəticəsidir. Günün istənilən saatında, səhər tezdən, gün orta saatlarında, hətta gecə vaxtı belə şəhərin müxtəlif nöqtələrində çalışan təmizlik işçilərini görmək mümkündür. Onlar səssiz və yorulmadan çalışaraq şəhərin gözəlliyini qoruyur, Sumqayıtı daha da baxımlı və nümunəvi şəhərə çevirirlər. Vətəninə, millətinə və doğma şəhərinə bağlı olan Təmizlik Departamentinin kollektivi gördüyü fədakar işlərlə həqiqətən də xüsusi hörmət və ehtirama layiqdir.